Dostlarımıza salamlar. Mən Qabım Şəhərdə Qarabağı Şampionlar Ligi, Konferans Ligi, Avropa Ligi hansını qazansaq seri bitəcək bu arada. 3-cü bölümdən qarşılayacağam. 2-ci bölümə çox qəşəng bəyənildi, like gəldi, izlənmə gəldi. Belə də davam eləyək. Harda qalmışdıq? Baxaq, Şampionlar Ligində qalmışdıq. Katar takımı ilə oynayacaqdıq. Yavaşdan videoya keçək. Şampionlar Liginə çıxa bilmək üçün. Arkadaşlar yer dönüşüm elədik. Stoce'yi 4'ü tutsaq çıxırıq, amma çox çətin bir rəqib gəldi. Və 3-1 tutduq dostlar Sumqayıtı. Qəbəliyə qarşı. Qəbəliyə 1-0 tutduq Qəbələndə. Fenerbahçe de Şampionlar Ligi'ndədir. İlk ev oyunumuzda keçirəcəyik dostlar oyunu. Görək necə olacaq. Beraber bu bizim pisimiz oldu. Səfər oyunu onların avantajına yarayacaq azar keşi olaraq. Araz Naxçıvanı tutduq. Səfər oyunu. Stadion tutumları 11.535'dir. Yəni çox deyil bizdə, azdır. Və Qarabağ Fisyo dostlar Şampionlar Ligi'ndir. Qəşəng. Rəqiblərimiz Bayern Münih, Arsenal, Juventus, Stuttgart, Napoli, bir de Dinamo Kiev. Qəşəng rəqiblər var. İlk 24 gözümüz atabilsək o rəqiblərdən qəşəngdir. Zirən 2-0 tutduq qəşəng. Bunlar da dəqiqə başı pul kəsirlər olsun. Sıradaki 3-0 Kəpəzə qarşı 4-0 tutduq Kəpəzi. Neftçiyə qarşı dərbi 2-0 tutduq. Tuantavuza qarşı Juninho 2-dən qol 5-0 Tuantavuzu da məğlub elədi. Gəldi Şampionlar Ligi. Görək Şampionlar Ligində kimlər var? Kimlər? Fenerbahçe heç. Dostlar siz videonu dayandırıb istəsiz baxarsınız. Mən hələ tez-tez keçdim. Və başlayaq. Bayern Münihdən bir xal düşünürdük. Heç o da olmadı. 2-0 olsun. 32-ci tutduq. Oyuncumuzdan heç kəs də istəyən yoxdur. Satıb 1-2 pul aldıq. Yeni transferlər. Bura qoyaq. Bu oyuncu burada 71 qol oynasın eləlik. Sumqayıta qarşı təzə. Sumqayıtda uduzuq. 1-0. Nerede? Kubok maçı için 1-0. Ve dostlarımın tuttuq. Kırmızı kart görüp bir oyuncumuz. Sırada devam ediyor dostlar Arsenal'a karşı. Dört 0 bir de kırmızı kart gördük. Çok yaxşı getmirik. Qəbələyə qarşı. Üç 0. Çok kırmızı kart görüyor oyuncularımız. Juventus'a karşı səfər oyunu. Qəşəng bir xal. Bir xal 2-24'ü 2 xal lazımdır bizə görə. Araz Naxçıvan. Bu nədir? Çempionatda heç yaxşı gelmir 3-0. O qapçımız için gəlib satmayacağım çünki tək o da qapçımız. Gördüyünüz kimi də
Zirəyə qarşı 5-1. 4-1 ve Allah ne oldu da ata? Kırmızı kartlı çıktın takım. Mecburen o da bu oyuncumuzu koyacağım. 57 oynuyor o da. Setting. Beraber bir şey. Neftçi istəyir ama girmeyeceğim. Zirə də istəyir. Öz oyuncularımız yerindədir. Kəpəzə qarşı. Allah bu çempionatda ne oldu? Çok pis geliyor çempionatda. Ne oldu gözdeydi, ne oldu? Hadi Şampiyonlar Ligi maçımız. Ayda. Heyif. Heyif cidden heyif. Ve sıradaki maç Neftçi. Neftçi'nin de 3-0 utduq. Sabahil kubok maçı 1-0. Turan Tovuz'a karşı 2-0 Juninho goluyla. Takımı indi başlayacağım. Hamısı kırmızı kart görür. Dört tuttuk Sabahli. Ve enerji basak ve başlayaq. Hadi dost. Hadi. Hadi Qarabağ. Şampiyonlar Ligi'nde de olmadık. Qarabağda 2 oyun var. İkisini tutsaq bəlkə 5, 6, 7, 8 puanla bəlkə girə bildik 24-yə. Rəqiblər Napoli, Dinamo Kiyev. Napoli də tək çətin dostlar. Onlar uçaq qalanı boşdur. Gəldi olmaz. Ev oyunumuz uşaqlar hadi. Hadi uşaqlar. Getdi oyun. Şu dostlar. Sonuncudan 34-cüyük. Yəni çalışaq axırıncı olmayaq. 2-24 şansımız getdi. Sumqayıta qarşı 3, 4, 5-0. 1-0'ın özünü çox pis aldıq. Qəbələ. Qəbələndə 1-0 tutduq. Dostlar Dinamo Kiyev maçında keçək bölümünü bitirəcəm. Çünki heyecanı gedir ondan sonra gələn bölüm devam edəcək. Antrenman basaq. Dinamo Kiyev son axırıncıdır. Bəli 0 xalla. Görək bizə qalibiyyət lazım uşaqlar. Axırıncı bir düzdür. 2-3. Yaxşı Olimpiya Koç 36-cı oldu. Biz burada bir 2 maçda keçsək dostlar. Hepsi bölüm çox eləyərik. 2-0 Zirəyə qarşı. Qəşəng. Zirə maçı da keçək. 3-0. Dostlar neyse gələn bölümlərdə görüşmək üzrə. Sağ olun, salamat qalın.